Sen Şəbnəmin videolarını görməmişsən. Vəfaya Sıqan dediği videolarını. Ay Sıqan, ay Sıqan. Şəbnəm başa düşdü ki o agresif olarak gözden düşür. Ona göre sen burada esir dağladı ki cemaat onu yazık kimi görsün. Mənə gəlirsiniz müğənniləri. Bilmirəm niye ağlıyorsunuz sizə. Səhv deyirəm. Səhv deyirəm. Evet. Yalan deyirəm. Hayır. Şəbnəmin az mı videoları, vəfanı alçaldan videoları ki? Ay Şahanəm, səncə boz qəbul eləyər o Sıqanı, nə bilim nə? Şahanə də oradan, yox eləməz. Az görmüşük bu videoları biz. Kimə ünvanlanıb ki bu videolar? Neynəməliydim? Mən Aytekin dostum deyirəm, Nazənin xanıma görə Təranə Musanı efirə çağırmayım. Ya da mən Aytekin deyirəm, nə bilim, Afət Fərman qızı haqqında danışmayayım ki, Nazənin xanımın acığı gəlir. Mən Tarix Əliyevəm. Mən bu show biznesə söz sahibiyəm. Başa düşürsən Ülviyə, sənin də xətrimi istəyirəm. Sən məni yandıran səndə odur ki, səninlə Afət Fərman qızının qalmaqalında bir də bir Şəbnəm çıxıb səndən status paylaşmadı. Özünü Afətlə pis eləmədi. Bilirəm. Sən niyə pis eləyirsən öz verdiyi? Allah hamının qəlbinə görə verir.